Herkese salam olsun. Konkret olarak yadımdan çıxmışdı videolar zaten çəkmək. Yəni nə bilim biraz başım qarışıq idi. Bu barədə onsuz da danışacağam. Mən hazırda Peter'dəyəm. Peter'dən kofe yüklədim. Bu dəqiqə sənədlərimi aldım, çıxdım. Bu o deməkdir ki, yolumuz Tiflisədir. Yenə də deyirəm, bura gəlməyimdir, yükləməyə girməkdir, yüklənməsidir. Həm bunların hamısını yəni çəkiliş aparmaq yadımdan konkret olaraq çıxıb. Çünki biraz xırda belə problem var idi. Ancaq başım ona qarışmışdı, ona görə. İnşallah bir dənə bu dəqiqə şəhərin içindəyəm, zavoddan çıxıram. Buralar keçim. Normal şəkildə bir yerə bərkidib kameranı. Sizə başıma gələn hər bir şey danışacağım. Yadınızda tutsa mən Krasnodara getmişdim, malı Krasnodara aparmışdım. Amma mən hal-hazırda Peter'dəyəm. Peter'dən yükümü götürdüm. Peter'dən yükümü götürdüm və tərpəndim. İnşallah yolumuz Tiflisədir. Yeni Azərbaycan üzərə gedəcəyik. Yaxşı olacaq hər şey. Yol boyu çalışacağım, çəkiş eləyim. Bu platlı yolu, Peter'in indi keçəcəyimi, Asma körpünü, hamısını göstərim sizə. İzləmədə qalın. Bəyənməyi, rəy bildirməyi unutmayın. Yolunda deyərək Peter, Bakı, Tiflis reysimiz başladı. İndi hal-hazırda Sankt-Peterburgda Kat trasındayım. Pullu trasdır. Və buraya gedib Asma körpüdən keçirsən, qabaqda Asma körpüdür, videoda görsənir. İndi gedib oradan keçəcəyik. Mənzərə çox gözəldir. Kameranda bütün ayarlarını düzəltmişəm, daha əsmə falan heç bir şey olmayacaq. Mən necə oldu gəldim, Peter'ə çıxdım. Haradaydım, nə edirdim? Bunlar barədə sizə ətraflı məlumat verəcəm. Bir dənə bu körpünü keçim, onu sizə görsədim. Heyif ki, burada açılan körpü də var. Hansı ki, gəmilər keçəndə o körpü açılır. Onu ora gedə bilmədim, orada heç çəkiliş eləyə bilmədim. Yəni gedə bilmədim. Bu da o dediyimiz Asma körpü, səhv etmirəmsə bu Neva çayının üzərindədir. Əslində mən bu yoldan gedib Safiski ulicada, yəni Safiski küçəsinə gedəcəkdim. Sadəcə orada qəza olub deyə ki o küçəni gedib oradan platlı yolu M11-ə qalxacaqdım. Sadəcə orada qəza olduğuna görə məcbur bu yoldan gedəcəm. Burada pullu yoldur. Buradan gedib buradan birbaşa M11-ə qalxacam. Çünki orada qəza olub, dəhşətli dərəcədə probka var. Ona görə məcbur buraya gedəcəm. Elə burada da biraz sıxlıq var. Görək, yolcu yolunda gələk. Sizə danışım mən başdan. Mən Krasnodara getdim, çatdım. Stoyankadaydım orada. Yadınızda köhnə videonun sonunda eləncədə idi. 2 gün Stoyankada qaldım. Sonra dedilər ki, burada mal çox zəif gedir. Bəs sata bilməyəcək burada. Sən Peter'ə gedə bilərsən. Dedim valla pulunuza minnət. Verin pulu aparım. Neyse aşağı yuxarı birinci qiymətlə razılaşmadım. Ondan sonra danışdıq elədik. Qiymətlə razılaşdıq. Mən çıxdım oradan yola. 2 gün sonra gəldim, çatdım Peter'ə. İnanın ki o yolda başqa bir problem yaşamayayım deyə polislə falan düz
Krasnodardan Moskvaya qədər M4 platlı trası ilə gəldim. O da mənə deyim də sizə hardasa 14.000 neçəsə rubl, 14.350 yoxsa 320 belə bir pul elədi Moskvaya qədər. Moskvadan da yenə çekatla getdim, düşdüm M10'dan, orada da 1400 nə qədər elədi. M10'dan da gəldim. Bu Velik Novgorod keçəndən sonra qalxdım M11 trasına. O da 1300 nə qədər elədi. Gəldim çatdım Peter bazarına, təzə Safiski bazarı. Orada da təzə deyəndə bir ildir rahat var, çox rahat tikilib, hazırdır. Gəl ki, oranın internetlə bağlı problem. Ümumiyyətlə Rusiyada internetlə bağlı, naviqasiya ilə bağlı böyük problem var müharibəyə görə. Safiski bazada da internetlə bağlı problem var. Çünki yaxınlıqda bir şikazat qoymayıblar ki, nömrənin antenası çox tutur, 2 xət tutur. Hər nəysə, gəldim çatdım ora, gəldiyim gün 8 palet boşaltdılar, ondan sonra 4 gün, 5 gün qaldım Stayankada, 5-ci gün sonunda boşaltdılar. Bütün pulumuz adımı sağ olsunlar, qəpiyinə qədər verdilər, kəsmədilər heç bir qramda. Rahatlıqla oradan da çıxdım, elə çıxdım gün axşamla, gəldim kofe yükləməyə. Balşevski idi, neydi, küçənin adı, orada bir yekə sklad var, ambar var. Ora gəldim, orada yüklədim. Dünən elə axşam yüklədim. Bugün də sənədlərimi aldım, çıxdım yola və hal-hazırda M11 trasındayım, gedirəm. Vişni Valaçuka çatmamış, düşəcəm M11 trasından M10 trasına. Yəqin ki, gecəyə qədər sürəcəm. Gedim zapravka zad eləyim. İnşallah ondan sonra da yolumuz davam eləyəcək. Sabah qismət olsun, istəyirəm Volgograda qədər sürüm, Volgograda keçim saxlayayım. O birisi gündə Gömrüyə qədər. Bir sözlə bugün ayın 12-si, noyabrın 12-si 15-27-də hal-hazırda yolcu yolunda gələk, yola çıxmışıq, gedirik. M11 trasında gedirik. Buralığa deyəsən yağış yağıb, bilmirəm. Amma yəni görüntü çox qəşəng. İndi gəldim, burada platlı yolda parkovkalar var da maşın saxlamaq üçün. Gəldim, bunu saxladım. İstəyirəm bəzi kadrlarını sizə çəkim. O birisi bakdan, bu birisi bakıma salyarka çəkib dolduracam. Onu istəyirəm sizə necə eləyəcəm, onları görsədim. Sonra yolumuza davam eləyək. Nə qədər ki hava işıqlıdır, salyarkanı çəkim. Məndə elə bir ki, o bakdan bu baka avtomatik özü çəkmir. O vaxtdan onu bağlatdırmışam ki, çəkməsin. Ona görə. İndi özümüz həll eləyəcəyik. Nasosla dolduracaq. Əslində olmağı yaxşıdır da, bilirəm ki, mənim rezerv 430 litrim var orada. Yağ mən dönəndə daşa sürtdüm. Burada nəsə fısıltı var, çoxdanlandı. Onu hələ tapa bilmirlər ki, hardan bıraxır. Burada olmalıdır. Bakın içinə atlası nasosdur bu, içinə atırsan şlankı da baka qoyacam, oradan çəkib bu tərəfə dolduracaq. Mən də bu akkumulyatorun kodla bağlanıb bura. Ona görə uğramasınlar deyə bunu şurup nazardan bağlamışam. Akkumulyatorlarım yine deyəsən qaynayıb ora. Ay.
mən imkan verilməsin. Ağzına qədər dolu. Bunu çəkib dolduracaq o tərəfə. Burada birinci işimiz bilməm kadrlar necə çıxır, çünki şeyə baxıram birinci. Ana. Bunu o tarafa atıram ki, hem o taraftan rahat götürebilirim. Hiç yere ilişmesin diye. Böyle. Birinci buradan atırıq. Koyduk böyle. Bu da plus ve minus. Minusumuz budur. Biz ama minusu buradan götürürük ki buralıktan. Ki bura kadar çatmır, şunu görsən. Evet. İşləyir. Səsi gəlmir bu nasosun, düzdür. Amma indi buradan göstərəcəm ki işləyir. Çox salmışam çalışılanı. Deməli bir dəfə bir səhv eləmişəm. 12 voltluq nasos almışam, yadımdan çıxıb. Qoşdum 24 voltda işlətdim, yandı. Xarab oldu. İndi bu səfər ağıllar işləmişəm. 24 voltluq almışam. Yəni 24 voltda qoşsan xarab olmur. Səhvən 12-yə qoşsan yenə də işləyir. Amma 12 alanda 24-ə qoşan kimi yanır. Baxaq görə xaladın ipdə nəsə qalıb. Mən bilən heç də qalınmalı deyil. Burada açılmır. Xaladın salyakamız qalıbmış. Ne bilmirəm, göstərə biləcəm sizə yoxsa yox. Baxın. Hələ bir yarı bax, xaladın salyaka var. Onu çəkib tökməyə halım yoxdur. Bilmirəm, bəlkə elədim, baxacam vəziyyətə. Onu eləmək üçün əlavə şnur çəkməliyəm akkumulyatordan. Ona görə istəmirəm əslində, görək də bəlkə ürəyim gəlsə eləyəcəm. Bu da elə bil ki, tır sürməyin görünməyən tərəflərindən biridir. Burada tırlar beləcə bu sırayla dayanırlar. Bütün tırlar istirahat edirlər. Orada tuvalet var. Burada pulsuz parkovka. M11 trasıdır. Üzü Piterə belə gedir. Mən də belə gedirəm Moskvaya. Sağ-salamat gedək, axşam gecə Moskvaya girək. Bütün işi gördüm, qutardım. Hava dəhşət dərəcədə soyuqdur. İş gördükcə də adam tərləyir. İndi maşına xotlayaq. Havası azalıb 100%. Çünki hava buraxır. Harca Polnubakdan, deyim də sizə, Polnubakdan biraz aşağı oldu. Azı bir 50 litre, 60 litre aşağı oldu. Yəni təqribən bir 800 litr, 700 litrim var. O da qabaqdan 200 litr də alsam, Polnu mənə Bakıya qədər bəsdir. Abunə olub bəyənməyi unutmayın. Arada reklam eləmək lazımdır. Hava yıxsın tərpənə, saat 5'in yarısıdır. Bizim qarşıda hələ bir 700 kilometrimiz var.
rast gedib. O yay vaxtı yəni burada oturub çörək zad yemək də olur. Yeməyin zadın varsa maşında. Bu da buranın qusur tualeti həm xanımlar, həm kişilər üçün, həm də əlil insanlar üçün. Bir də uşağın altını dəyişmək üçün yerləri də var. Bura 110-luq trastı. Böyük maşın, kiçik maşın fərqi yoxdur. Amma böyük maşında 90 artıq gedə bilmirlər olsa da. Qanunən. Hava çox gözəldir. 5 dərəcədir. Buradakı Azərbaycan saatidir. Hal-hazırda 16-26. Yenə təkrar edirəm. Yolcu yolunda gərək. Getdik. Bax, düz Moskva, sağa Sankt-Peterburg, yəni razvarot. Gecəniz xeyir. Mən o ki Stoyankaya çatdım. Zapravka eləyəcəyim yerə. İndi burada zapravka eləyəcəm. Ondan sonra yəqin ki 1-2 saat yenə sürərəm. Sonra yatacam. Saat hal-hazırda 02:55-dir, 3-ə 5 dəqiqə qalıb. Burada Nazim də buradadır. Maşını bir dənə zapravka eləyim, sonra Nazimi durğuzum, oyadım. O üzü Piter'e gedir, mən abratına. Nazimi oyadım, yatmasın. Çıxsın, geçsin. Görüm hələ hara saxlayıb Nazim. Onun sürdüyü maşın gövrəyində Volvo'dur. Üstündə də Jacobs yazılır. O maşında kofe maşını deyirəm mən həmişə. Görüm bu hara saxlayıb. Elə budur. Nazim biləyə bunu saxlayıb. Dənə zaplaf geliyim. Ondan sonra bir şey eləyərəm. Ama qiyməti düşüb. Salyarka qiyməti. Zaplaf geleyim. Şey diyeceğim. Burada o vaxt çəkmişdim, yenə çəkirəm. Ən gözəl salyarkadır burada. Qiymət düşüb olub 56 rubl. Super salyarkadır. Həm donmağa davamlı, həm də yamyaşıl. Qiymət düşüb. Kardeş da en ideal salyarka satır. 200 litre alın, kolunu bəsin. Yolda gələndə şeylərdə idim. Görüm harası zədələməyib. Yox, amma bu sındı. Hadi qopub. O yolda kırmızılar var. Onlara değdim. Bildiğim şeyler olur. Burada Nazim yatıp. Nazim! Niye durdu? Ha dur. Kameraya el ele lazım. Dur. Saat 3'tü. Oy be ya. Nazim illerin şoförüdür. Kanka bu yolda ömrünü koyup. Bu da bunun iller sürdüğü maşın. Bu maşını ondan tanıyorum bak. Kofi adı. Volvo'dan el çəkmir də, dafı bəyənmir. Polnu bəsim. Buradan qapıya qədər bəsiləyəcək. Burada aldadmaq ilə bir şey yoxdur da. Hamısı şeylə. Ödəniş eləyim, saxlayayım, orada Nazimlə gedim kofe için. İndi oğul axtara bu maşını da aldala versin. Arxa işıqlarım yanmır. Zaten işıqlarım yanmır, görmürəm konkret olaraq. Görün mən necə verəcəm bunu arxa-arxaya. Maraqlı.
Gəlmişik Nazimlə kofe içməyə. Mən Amerikan içirəm. Nazim də çay içir. Tanıyın Nazimi qardaş. Bu belə dediyim kimi illərini bu sənətə verən adamdır. Nazim neçə ildir işləyirsən? 2013-cü ildən. 12 ildir. Qarqış demədən özdə da mənim kimi Peter, Moskva belə yerlərə getmir. Monqolistana qədər gedib çıxıb. Türkiyə, Monqolistan, Qazaxıstan. İndi söz vermişik evimizə görək. Yayda dalqabaq edən Monqolistan reysi eləyəcək. İnşallah. Gəldim də oyatdım yuxudan, mərdimə zarıq elədim. Sır provkasız geçsə heç olmasa. Mən də bəlkə düz Tambova qədər sürdüm. Buradan o Tambova 400 kilometr yol var. Harca 6 saata yaxın yoldur mənim üçün. Görək. Sürə bilsəm sürəcəm, sürə bilməsəm də yatacam. Mərsin nə qədər yol var? Sən hara gedirsən? Pitrə. Sən 770 kilometrdir buradan. Bir dirə qədər sürsən, amal. Belə də yatımızdan da 4 saat, bəsdir oldu. Ayda bol, atışda görmüşəm mən. Mən də deyim Tambova, orada çim edib yatacam. Vəsiyo, Nazimlə sağollaşdım, getdi. Saat 3:57-dir. Demək olar saat 4-dür. Mən də tərpəndim. Görüm Tambova qədər sürə biləcəm 400 kilometr. Saat 05:21-dir. Dəhşət duman var, qatı duman var. Yolu görmək olmur. Kamerada qəşəng görsənir yol, amma əslində yəni yol kamerada görsənmir. Yavaş-yavaş gedirəm. Varsa 4 saatlıq yolum var Tambova. 4 saatdan sonra çatım. Orada yatacam. Hər kəsin sabahı xeyir. Mən gəldim çatdım Tambova 09:21. Gəldim çatdım. Düz harasa 1200 kilometr yol sürdüm. İndi yatmaq vaxtıdır. Bura mənim ən sevdiyim üstəyəqədir. Yerinə də təzədən asfalt vurublar. Torpaq idi bura. Beton bura idi, qalanları torpaq idi. İndi hər yerini asfalt deyiblər. Yəni tualeti, duşu, kafesi, zapças dükanı, moykası zadı hər bir şey var buranın. Saat 3'də qoymadılar cəməlli yatmağa. 3 saat yarım yuxu yatmışam. Mən gələndə burada saxlamışdım. Gəldi oyatdılar. 40 dəqiqə deyil yatdım. Çəkdim maşını bura. Sonra 3 saat yattım. Hopsi 3 saat 40 dəqiqə yuxu yatmışam. Konkret yuxum tökülür. Yorğunluğum çıxmayıb tam. İndi baxıram ki güzgünün krişkası uçub yolda düşüb. Bilməm necə düşüb, nətər düşüb, amma düşüb. Aha, buradakı krişka yoxdur. Öz üzərində xrom şey var idi. Beləliklə. Ev düşüb. Ev yoxdur. Hava tutqundur. Arası 7 dərəcədir. Bir yarım saat tərpənəcəm. Üzü Volqograda tərəf. Gedim Volqograda ABS-ni axşama salım. Probka olmasın, rahat keçim. Çox yolumuz qalmayıb. 1550 belə 1600 kilometr qapıya qədər yolumuz qalıb. Yəqin ki bugün Yaşqula qədər sürəcəm. Sabaha da 650 kilometrim qalacaq qapıya. Onu da axşama salacam, axşam gedəcəm. Səhərə yaxın Xanoba gömrüyünə çataram. Tambovdan Setkadan tərpənirəm.
Düz Volqoqradın Qoşa yoluna girib dayanmışam. Dedim biraz qışım hava alım. Hava dumanlıdır. Qəşəng bir mənzərə var. Buralar ve yol dumanlı var. Bura beton yol diye bütün tak 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 böyle ses geldi benden. Dumanlı havada tırın görüntüsü. Qatı duman var. Konkretləşdirmək olmur. Yəni yolu görmək olmur. Saat 00:25-dir. Bir dənə bu Volqoqrad nabiyezindəyəm, axırlarıdır. Buranı qutarıb çıxa bilsəydim əla olardı. Hələ ondan sonraki yol bilmirəm necədir. Nəhayət gəldim, çatdım Yaşqula. Saat demək olar 5'dir. Gəldim, çatdım. Yorğunçuluq, çox yorğunçuluq var. Dəhşət dərəcədə. Hər birinizin sabahı xeyir olsun. Və mən yenə yata bilmədim zəməlli. 3 saat yuxu yatmışam. Durdum da dedim, elə xotduyum maşını, gedək xəncəl yeyək. Nə yaxşı ki, az maşın var. Burada internet tutmur. Ancaq kafenin içindəki Wi-Fi-dir, o da əgər işləyirsə. Mənim təriflədiyim xəncəl bax budur. Mən yiyeyim, mənə nuş olsun. Siz də göz haqqınızı halal edin. Polunu yedik, ləzzətdir. İndi yola davam eləmək olar. Güzgüsü, qışqası düşüb. Bunların hamısını alacağım, 4 dənə alacağım. Hamısını rənglətirib ağ eləyəcəm. Məncə yaraşacaq. Bir də qabağına işıqlar yığmaq istəyirəm. Bir şey yadıma düşdü. Dedim elə kamera açıb sizə danışım bunu. Tır şoförlərin 90%'nin bildiği yoldayam, Komsomolski yoldayam. Bu yol yaman gündə yoldur. Zaurun sözü olmasın. Neçə illərdir işləyirəm. Yolları düzəltmədilər də bu Komsomol yolunu. Hər neysə, bu yol 75 km, 77 km-dir. Onun 36 km düzəldiblər, qalanı belə də qalır. Və hal-hazırda mənim sürətim 78-dən gedirəm. Mən bu yolu işləyən vaxtı, şofer işləyən vaxtı, sürücü işləyən vaxtı buranı belə sürürdüm. Mənə hamı deyir ki, bəs nə vecbəliyi, maşını dağıdırsan, şofersən də, vecbə deyil, mal sənin deyil, çapırsan, dağıdırsan. Onlara həmişə deyirdim ki, mən haçansa tır alsam, fura alsam, bu yolu yenə elə sürəcəm. Çünki yəni, bu yol yavaş-yavaş sürəndə maşın daha çox sirkələnir. Daha çox bütün detallar sirkələnir də, ziyan dəyir. Amma sürətlə gedəndə mən düşüncəmdir ya, yəni hər kəs bunu eləsin deyə bir şey yox. Sadəcə deyirəm, yəni sürətlə gedəndə isə o hər xırda olan yamaları maşın hiss eləmir. Sürətlə keçdiyinə görə onu hiss eləmir, o yamaya düşmür. Amma yavaş gedəndə bütün yamaları, bütün çuxurları görür. İllərdir mən bu yolu belə sürürəm. Həm başqasının maşınında, həm öz maşınımda. Yəni heç bir xadavoy cəhətdən heç bir maşında heç bir ziyansını çəkməmişəm. Ki bu yolda belə sürdüm deyə nəsə dağıldı, nəsə oldu. Yəni sözümün canı odur ki, çəkinmik bu yolda, yəni 70, 80, 75 sürməyə. Çünki yol
belə bir şey. Burada sizə deyim. Hardasa 50 km gəlmişəm. Qalıb 20-25 km. Yolumuz Qoçbəyə, gedib Qoçbəyə çataq. Oradan da axşam saat 9-a çıxarım. Hələ ki saat 13:38-dir. Qoçbəyə də yəqin ki təqribən saat yarıma çataram. Orada da bir 6 saat, 7 saat vaxtım olacaq. Dincələrəm, yataram, eləyərəm. Ondan sonra səhərə qədər sürgəyim Xanoba gömrüyünə çatarıq. Keçər Azərbaycana inşallah. Yolcu yolunda gələk. Petrol, Qoçbəy. Qoçbəyə çatdıq. Rovnu 6 saat vaxtım var. Burada yatıb dincəlim eləyim 6 saat. Ondan sonra üzü gömrüyə tərəf gedəcəyik. Yatdım, durdum qəşəng. Yemək zətdə yedim. Saat hal-hazırda 20:34-dür. Yəqin ki bir 6 saat yarıma Xanoba gömrüyünə çatacağam. Hal-hazırda 6274 km yol sürmüşəm. Hələ səyahətimiz, reysimiz bitməyib. Deməli, Xanoba gömrüyünə demək olar çatmışam. Hərsə 1-2 kilometrim qalır. Bəlkə birdən də az qalır. Gecə saat 1 dəqiqə, 3:04-ə 2 dəqiqə işləyib. Rusun gömrüyündən çıxırıq artıq. Çalışıram kamera aşağıdan tutum. Bu Rusun gömrüyün çıxışıdır. Hava soyuqdur, amma mən tərliyirəm. Mən baş bilmirəm nə problem var məndə, nə var bilmirəm. Hava soyuqdur, 13 dərəcədir, amma mən tərliyirəm. Yaxşı olar yəqin ki. Qapını açır. İndi çıxacaq buradan. Salam, Rusiya torpağını tərk edirik. Bura neytral zonadır. Qələmdə yazılsın, çəkmişdir. Neytraldayam. İndi Azərbaycan torpağını keçəcəyik. Sənədləri aformat eləyim. Sənədləşmə eləyim. Düz Bakıya qədər sürəcəm. Səhər saat 1 dəqiqə 5-dir. Mən buradan çıxası 6 olacaq. Gedib Bakıya çatası 9 olacaq. Biraz özümü yuvatmalıyam. Probka görmək istəmirəm. 2 saat yuvatsam özümü poldu bəsdir. Saat 7 tamamdır. İndi gömrükdən çıxa bildim. Azərbaycan gömrüyündən. Çox deyirdim. Yuvatmalıyam özümü 2 saat. Qabağındakı maşından biraz sıxıntı var idi deyə saxladılar onu. Ona görə mən də gedişdim. Maşın çox idi içəridə həm də. Gəldim Samurda pulu dəyişdim. Çünki mən orada yükün pulunu rubl almışdım. Bunu dəyişdim. İndi üzü Bakıya tərəf gedirəm. Sumqayıta çatmışam. Sumqayıta qurğu keçmişəm. Zaur mənə yola salmışdı. İndi də mənə qarşılayır. Dayanıb Sumqayıt qurğu keçəndən sonra burada körpü var, o körpünün altında. Mənə gözləyir. Gözəl qardaşım. Sağ ol. Görmez sanatları. Bir müddet demişəm. Şarkıyla oynama. Ne bu maşınıydı baba ya? Maşında mı lan onu? Signalın sesine bak. Ben de o böyle pavat oynayacağım. Ben böyle çık. Təzə krasovka alıp getmişdim. Rusya yollarına krasovka dayanmır. Herhalde. Bu da göldü, Sumqayıtda göl. Ha? Yok. Ne diyorsun? Aa, bura alırsa da onlara. Bura maşın bazar harap ki burada. Böyle bir şey var. İkinci şey var böyle. Ha. Hayır, ben bilmiyordum ki.
Arada buna da 20 ton yük vurup aparır Moskvaya. 112 litre su. Türkiye'de dizel sürür, xeyir eləyir də 112 litr. O gün mənə yola salanda deyirəm tent sürəcək. Sürdüm. Tenti də yarımçıq sürdü, 2 yüklədi, qutardı getdi. Qalıb işsiz. Bu şofer axtaran varsa yazsın mənə. Ha, iş var. Çox yaxşı şoferdir. Maşına gözəl baxır. Dostu bir dənə pis sınavası nədir? Ancaq Bakı, Moskva, Bakı, Piter belə işləmək istəyir. Nazım getdi Piter'ə də. Moskvada görüşdüm onunla, getdi Piter'ə yetimlərlə. Burada telefon var, iPhone'u var. iPhone'u var. Heç nə. Herkese hoş yayınlar, hoş izlemeler. Deməli, sədrənin yanında yer olmadı. Yenə gəldim şeyə, bu Lukoil'un yanındakı parkovkaya. Aşağıda GPS var. Sədrənin yanında saxlamaq olar. Plusdakı nəydi onun adı? GPS ilə belə bir şey, yoldan çıxmaq olmaz. Yoldan çıxsan cəlməliyirlər, gəlirlər, həmsə tapırlar, nağarırlar, belə bir şeylər olmalıdır. Düzdəsən başıma gəlməyib, amma yəni var belə bir şey. Saxlayalım burada. Əssalam. Reysimiz tamamlandı. Piter'dən Bakıya. Ayaqqabıları qoydum burada, cırıldı olar, tullanılmalıdır. Bütün rəngi dəyişib. Təkərlərə. Burada vallah bu deyəsən balon buraxır. Onu yoxlatdıracam. Zapaskan rənginə bax. Su qabı. Buraları gömülə təmizlədim. Nömrəsi adı ki, ilişməsinlər. GPS'imiz yerində. Niyə belə qoyublar bilmirəm. Belə olmalı sizdə. Bu İranda əzdiyim yer. Piter Bakı reysimiz tamamlandı. Bütün videoları izləməyi unutmayın. Abunə olun, rəy bildirin, dostlarınızla paylaşın. Biraz sayımızı artıraq. Bütün videoları özüm editləyirəm, özüm düzəldirəm, özüm paylaşıram. Siz də baxıb bəyənəsiz, güclərimiz artsın. Özünüzdən müğayət olun. Reysimiz tamamlandı. Sağ olun.